Dünya gündəmini zəbt edən milyarder Jeffrey Epstein ilə bağlı açıqlanan yeni sənədlərdə maraqlı bir detal da üzə çıxıb. Sənədlərdə New Yorkun Cənub Dairəsi üzrə prokuroru Jeffrey Bermanın adından verilmiş bəyanatda istinad olunur. Həmin bəyanatda belə deyilir: bugün səhər Manhattan İslah Mərkəzi idarəmiz tərəfindən azyaşlıların cinsi istismarı və insan alveri ittihamları ilə mühakimə olunan Jeffrey Epsteinin kamerada huşsuz vəziyyətdə tapıldığını və az sonra öldüyünü elan edildiyini təsdiqlədi. Maraqlısı odur ki, bu sənədin üzərində 9 avqust 2019-cu il tarixi göstərilib. Halbuki rəsmi versiyaya görə Epstein 10 avqust 2019-cu ildə səhər yeməyi gətirən həbsxana əməkdaşı tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb. Cəza çəkmə müəssisəsinin tibb işçiləri onu həyata qaytarmağa çalışsalar da nəticə əldə olunmayıb və bir müddət sonra ölümü rəsmi şəkildə qeydə alınıb. Sənəddəki tarixlə rəsmi hadisə vaxtı arasındakı bu uyğunsuzluq Epsteinin ölümü ətrafında mövcud olan sualları yenidən gündəmə gətirib. Qeyd edək ki, bəzi iddialara görə Jeffrey Epstein əslində ölməyib və başqa ad, soyadla İsraildə yaşayır.